Sizə əsl Bakı bağı. Mərdəkanda yox, Mərdəkanda deməli Merlin gözəllik salonu var. O hamı burada tanıyır da, yəni o istiqamətdə torpağın soteli burada 27 mindir qardaş. Köhnə tikili bağ evi. Baxın, giriş qapısı, həyətdə sanuzeli, 2 mərtəbə monolit, otaqlar da ki maşallah belə 300 kvadrata yaxındır. Sənədi kupça çıxarışdı. Deməli belə hörmətli izləyicilər, neyniyək? Bir dənə qarajdan nəzər yetirək. Gəl bura. Bura qaraj deyil, qaraj olub, yəni bura. İndi belə mətbəx kimi istifadə edilir. Bax, yaması da var. Görürsünüz? Kuxnya, kladovkası. Çox vaxt bitirmir burada, gedək. Demək, isitmə sistemi köhnə katyoldur. Köhnə katyoldur, o vaxt. 93-cü ilin evidir. Bütün kommunallar mövcuddur. Evin arxası, böyrü, sağı, solu. Ehtiyat su çəni. Gəl. Kim alsa Allah xeyir versin. Tapdım, çıxartdım da axırı ki. Özü ki, deməli, ikinci mərtəbə, birinci mərtəbə hamısına seyf qapı qoyulub. Hamısına reşotkası var. Buradan da girmək olur oraya. Oradan da girmək olur. Yuxarıda 4 dənə yataq otağımız var. 2 ailə yaşaya bilir rahat. Bir də xatırladıram. Aşağıda bir ailə, yuxarıda 2 ailə. Çünki yuxarıda da mətbəxi var, hörmətli izləyicilər. Aşağıda da mətbəximiz var. Buyur, gəl. Buradan girməyəcək, elə girəcək bu hissədən. Dediyim kimi, birinci mərtəbənin də kuxnası var, yuxarıda da kuxna var. Gəl. Zonla baxma. Neçə metrdir zalı? 12 metr var. Uzunluğu 12 metrdir. Eni də haradasa 4 metr yarım. Zalım. Bu qapını bağlayayım. Qiymətini aşağıdan qeyd edəcəm. Deməli, bir zal otağımız, bu çöl, buradan da çölə çıxma var. Hamısı da seyf qapıdır. Yuxarıda aşağı. Bu yataq otağı. Otağın içində sanuzeli var. Sonra gəl bura. Bu da ikinci otaqdır. Gəl bura. Deməli, bu da birinci mərtəbədəki ikinci yataq otağıdır. 2 yataq otağımız və zalımız. Qalxaq ikinci mərtəbəyə. Gəl. Gəl qalxaq ikinci mərtəbəyə. Bir dənə panoramada çəkib göstərərsən bunu. Terasa